Şimdi yeni gelen dostlara salam olsun. Dostlar bilirsiniz ki bu günlerim Xocalının il dönümüdür. Allah şəhidlərimizə rəhmət eləsin. Yəni bilirsiniz o vaxtı bu vəhşi ermənilər, bu ləyaqətsiz ermənilər tərəfindən bu biabırçılıq, bu terror törədilmişdir. Və təbii ki, gec-tez cavab verəcəklər. Təbii ki, İlham Əliyev rejimi bu günlərim bu məsələ ilə bağlı heç bir yerdə nə danışmır, nə bunu gündəmə gətirmir, bunun hesabatı sorulmur. Çünki bu bir xalqın yaralı yeridir, bu bir xalqın haqqıdır, hüququdur. Yəni bir dəqiqə dostlar. Bəyənin dostlar, bəyənin, paylaşın zəhmət olmasa. Yəni İlham Əliyev rejimi Xocallıda bizim orada 63 uşaq, 100-dən artıq bizim orada qadınlarımıza qarşı, qocalarımıza qarşı ədalətsizlik eləyən, onları orada qətl eləyən, onlara qarşı terror eləyən, onların orada qarnına belə qadınların, hamilə qadınların belə qarnına şiş soxulmuşlar, öldürülmüşlər. Bax, elə zülüm eləyilmişlər. Və bu hadisəni dostlar, hələ bir dəfə də olsun İlham Əliyev və bunun rejimi bununla bağlı bir dəfə də olsun dünya mediasında, dünya çapında, beynəlxalq hüquqda, nə bilim Avropa insan haqlarında, dünya insan haqlarında bir dəfə dilə gətirib bunu danışmayıb, bunun hesabatını istəməyib. Əksinə bizim orada Xocallıda qardaş və bacılarımızı qətl eləyən bu terrorçuları, bu Xaçatüryan var idi. Bunu buraxdılar, təsəvvür edirsiniz. Yəni, gör bu Əliyev rejimi nə qədər xain, nə qədər dəyyus, nə qədər alçaq bir rejimdir bu Əliyevlər rejimi. Yəni, Xocallıda bu millətə qarşı terror eləyən, xəyanət eləyən, alçaqlıq eləyən birini sən həbsdən necə buraxa bilərsən? Yəni, təsəvvür edirsiniz millət, ay cəmaat. Bu xəyanətdən başqa bir şey deyil bu. Bu millətin ləyaqətinə, bu millətin dəyərlərinə tüpürməkdən başqa bir şey deyil. Necə olar sən bu Xocallı hadisəsini törədən, bizə qarşı terror eləyəni götürsən içərdən buraxçıdan əlini qolunu sallaya-sallaya çıxsın geçsin Ermənistana. Yəni siz nədən onu içərdə saxlamırsınız? Niyə bu millətə xidmət eləmirsiniz? Siz Xaçatüryanı içərdən buraxdınız, getdi Ermənistana. Sən Paşinyana xal verdin də İlham Əliyev. Paşinyanın yürütdüyü siyasətə dəstək verdin sən bundan. Onun xalını qaldırdın, onun nüfuzunu qaldırdın erməni xalqının içərisində. Siz ermənilərə xidmət edirsiniz də bəs. Ona görə siz Xocallının hesabatını istəmirsiniz, sorğusunu aparmırsınız. Bu qətl olan insanların hüquqları qorunmur ya ki, dövlət səviyyəsində, bir hakimiyyət səviyyəsində, bir qanun çərçivəsində gedib bunun hesabatı sorulmur ya ki. Əksinə bu hadisəni törədən, bu terroru bizə, bu millətə qarşı eləyən, xəyanət eləyəni içərdən azad elə burax geçsin Ermənistana, Paşinyanın nüfuzu qalxsın. Siz erməniyə xidmət edirsiniz də. Sizin apardığınız iş sübut edir ki, bəlli edir ki, siz bu millətə yox, erməniyə xidmət edirsiniz siz. Başa düşdünüzmü? Bu günlərim ermənilərə nefti, qazı satan sizsiniz. Əlaqələrə girib onların büdcəsini, onların iqtisadiyyatını yüksəldən sizsiniz. Erməni gedib o nöyti qazı özündən 20.000 kilometr o tərəfdəki ölkədən də ala bilər. Bu geçsin alsın da. Sən niyə satırsan ona? Niyə onun büdcəsini böyüdürsən? Niyə onun nüfuzunu qaldırırsan? Niyə onun iqtisadiyyatını böyüdürsən? Niyə axı? Niyə? Öz məmləkətində bir benzinin qiymətinə bax. Bir sənin görmüşük ki, qardaş, məndə mal məndədir. Məndə 1 manatdır bunun kilosu. Sənə satıram, səndə kilosu olur 70 qəpik. Və bu nətər olur? Başa düşənmədim mən.
Necə olur bu başa düşənmədim mən. Yəni bizdən çıxır bu neft, qaz, hamısı bizdən çıxır, su bizdən çıxır hamısı. Bu niyə baha olmalıdır ki bu millətə? Nə üçün axı? Yəni təsəvvür edirsiniz dostlar, bu adamlar oyun oynayırlar, Qarabağ üzərindən oyun oynayırlar, milləti ələ salırlar. 2 dənə də dəli qızı var, bir dənə də əxlaqsız, tərbiyəsiz bir fahişə bir nədir gəlini var. Veriblər qabağa qızları, gəlini gəzirlər. O şəhid evi sənin, bu şəhid evi mənim, nə bilim. Getdi Qubada arıçılarla görüşdü. Gəldi nə bilim bu tərəfdə uşaqlarla görüşdü. Uşaqlara tort pişirdi, yemək pişirdi. Tort nədir? Nə tort? Bu Xocalının hesabatı istənilməlidir. Buna kim cavab verəcək? İlham Əliyev. Kim cavab verəcək? Niyə bunun hesabatını aparmışsınız? Niyə? Gedib Trump'ın yanında oturursan dişini ağardırsan. Nəyə ağardırsan dişini? Sülh gətirəcək. Nəyin sülhünü? Hansı sülh? Sən millətin acından öldür, başına minoyun aç. Millətini qətl eləyəni içərdən azad elə. Paşinyanın nüfuzunu qaldır oradan. Sonra da denəm mən millətə xidmət eləyirəm. Hə? Salam dostlar, salam. Bəyənin, paylaşın. Belə şey olar, hə? Bu nədir belə? Ay millət, ay cəmaat. Mən bunları ən çox sizə görə deyirəm. Ayılmalıyıq, oyanmalıyıq, qardaş. Ya bir kişinin ləyaqətinə tüpürüblər. Bu hadisə bizim ləyaqətimizə tüpürmək deməkdir. Ya bunu da örtbasdır eləyirlər. Gedir Avropaya dişini ağardır, gedir Amerikaya dişini nə ağardırsan, get hesabat istəginə. Get bu millətin hüququnu qorucunan. Nəyə gedib orada dişini ağardırsan, konsersat verirsən? Faktlardır, subutlardır, qoy ortaya denən bu Xocalı hadisəsini niyə törətdiniz? Kim cavab verəcək buna? Nədən bu oldu? Kim bunu törətdi? Bunun kimi arxasında kim durmuşdu? Nəyə nail oldunuz bunu eləməklə? Tarixin yaxşı yerlərində nədən ermənilərə yol olmalıdır, yer olmalıdır? Niyə axı? Haqlı olan biz, qətl olunan biz, düz olan biz, işğal olunan biz, anlamadım mən. Sən beynəlxalq təşkilatlara baxırsan, qardaş. Avropa insan haqları, verin hamısını qaldırın ayağa, niyə eləmirsiniz? Çünki düşmənsiniz, çünki xainsiniz. Çünki siz Əliyevlər ermənilərə xidmət edirsiniz. Ermənlərə xidmət edirsiniz. Bayaq dediyim kimi. Bax, Xaçatüryanı buraxdı, qardaş. Məntiqlə də. Xaçatüryanı buraxdı. Ermənistanda bütün xalqda Paşinyana dəstək verdi. Dedi ki, sənin yürütdüyün siyasət budur. Məğlub ola, sən bizim oradakı qəhrəmanlarımızı geri gətirirsən. Yəni, onların gözündə qəhrəmandır Xaçatüryan. Və İlham Əliyev də xalq qazandırır. Adını da bilsiniz də qoy, sülh. Sülh belə olmur, sülhün şərtləri olur. Sülhün şərtləri olur. Gedib Amerikada dişimi ağardım, salam mələküm eləyim, əl-ələ tutuşum gəlin bu tərəfdə pisi yox. Ay millət, erməni ilə barışdıq, sülh gəldi, nə bilim, nöyt gedir, benzin bu tərəfə gedir, belə yox. Belə yox. Sülhün şərtləri olur. Gəl görüm elə bir, ay erməni, gəl görüm bura. Ay erməni prezidenti, gəl görüm bura. Bu hadisə kim cavab verəcək? Bir tarixi vərəqliyə baxa görə nə baş verib? Bu hadisələrə kim cavab verəcək? Milyonlarla Azərbaycanlılar zərbə görübdür bu ermənilər tərəfindən. Rusiya ilə əl-ələ verib bu millətin başını oynaçıblar. Bu qədər millətin evi, eşiği dağıldı. İşi, gücü, ferması, ailəsi, elindən obasından didərgin düşdü. Kim cavab verəcək buna? Kim cavab verəcək? Bu nəyin sülhüdür? Sülhün şərti bəlli deyil, yoxdur. Nöyt qazdır sülh. Sən deməcə biz nöyt satanda da sülh olunmuş. Gedib Trump'ın yanında dişimi ağardıb, yalaqalıq eləyəndə, matışqalıq eləyəndə bu olurmuş sülh. Yox, kişi. Elə deyil. Sülhün şərtləri olur, şərtləri yoxdur. Yalandan özləriniz şərt hazırlayıblar. İqtisadi əlaqələr, nə bilim, nə əlaqələr. Nə iqtisadi? Sən erməninin iqtisadiyyatını böyütməklə məşğulsan. Sən o işə baxırsan, anlamadım mən. Hə? Öz iqtisadiyyatına baxsın, öz vəziyyətinə bax. Millətin gününə, güzaranına baxsın, ondan sonra sən erməniyə nöyt qaz satarsan, iqtisadiyyatına nəsə eləyərsən, bir əlaqələr olaraq, bir qonşu dövlət olaraq.
Sen öz millətini burada zəlil günə qoy, ged orada nə bilim nöğüt qaz sat, adını da qoy ki, iqtisadi əlaqələr. Bizə nə? Bizə nə? Bizə nə? Bu millətə nə? Bu millət acından ölür, bu millət zəlir günündədir. Bizə nə? Bu millətə nə? Mən başa düşəmirəm mən. İqtisadi əlaqələr. Hər şey bizim ziyanımıza edir. Bəli, bəli. Hər şey bizim ziyanımıza. Qardaş, başıma dönüm, təkcə bu Xocalı məsələsi deyil. Digər məsələlər də. Heç birinə cavab yoxdur. Bu ölkədə dünənlərim canlı yayında dedim. Ki, bir ölkədə qaz, işıq, su sənindir, Allah sənə verir bunu. İlham Əliyevin dədəsi nədir? Heydərdən su qalmayıb bu millətə. İşıq qalmayıb, nə bilim, nöğüt qaz qalmayıb. Bu Allah verib bizə. Bunu belə bizə pulla satırlar, pulla. Sərvətləri olan bir millət, qardaşlar, dostlar, əziz insanlar, sərvəti olan bir millət, məntiqlə o sərvət onundur, sənindir. Sənindir, hər ay. Məsəl üçün, ailədə 5 nəfər yoxdur. Bu ailədəki 5 nəfərə limit qoyulmalıdır. Dövlət tərəfindən, çünki neftdir, qazdır, hər şey sənindir bu. İlham Əliyevin dədəsin deyil ki. O deyirlər, bəzən dövlətindir. Dövlət kimdir? Mənəm də. Sənsən də, dövlət bizik də. İlham Əliyev kimdir ki? İlham mənə dövlət deyil ki. Sənə dövlət deyil ki. Dövlət bizik. Bizim haqqımızdır, bizim hüququmuzdur, bizim sərvətlərimizdir. 5 nəfərlik bir ailəyə limit qoyulmalıdır. Hər adam başına 100-150 kilovat və yaxud da 200 kilovat limit qoyulur, dövlət verir onu. Sənin haqqındır. O limiti keçərsənsə, onda sən ödəyərsən. O da ən ucuz qiymətə, su qiymətinə. Nə bilim, 5 kubu nədir? 1 qəpiyə, 10 kubu 1 qəpiyə, 20 kubu 1 qəpiyə. Bax, belə. Bunun adı xalqa xidmət etmək deməkdir. Bunun adı xalqı sevmək deməkdir. Başa düşdünüz məni? İlham Əliyev. Bunun adı budur. Xalqı sevmək budur. Bunlar elə bilirlər ki, gedib Amerikada dişini ağardacaq. Gəlib burada tonlarla benzin nöğüt göndərəcək Ermənistana. Hər şey düzəldi. Sülh gəldi, qan tökülməyəcək. Hər şey əla olacaq. Yox, işi də yaxşı olmur. Hamısı ziyanımızadır, ziddimizə. Belə bir şey yoxdur. Bu günlərin bir dostumuz var, onunla danışıram. Kreditlərlə bağlı. Kişilər. Cəmaatı kreditlə işğal ediblər. Təsəvvür edirsiniz. Milləti kreditlə işğal ediblər. Səni, məni izləyən dostlar, qardaşlar Azərbaycanda. Sizi kreditlə işğal ediblər. Əməlli başlıca terror gedir bu millətə qarşı. Xəbəriniz var sizin bundan? Sənin gənclərini narkomaniya sürükləyir. Qadınlar evlənə bilmir. Kişilər evlənə bilmir. Bunun səbəbi bu rejimdir. Başa düşürsünüz məni? Bunlardan qurtulmaq lazımdır, qardaş. Bizə xidmət eləməyən, bizim sözümüzü deməyən, bizi müdafiə eləməyən, bizi gedib xaricdə təmsil eləməyən adamlar bizim başımızda durmamalıdır. Bir millət olaraq özümüzə hörmət eləməliyik. Bir şəxsiyyətimiz olmalıdır, bir ləyaqətimiz olmalıdır. Biz özümüzə bir hörmətdən zaddan eləməliyik, bir əl-ələ verməliyik, bir hərəkət, bu həqiqi vəhdət hərəkatımız. Qardaş, gəlin birlikdə iş aparaq. Gəlin təşkilatlanaq, gücə çevirilək, güc sahibi olaq, söz sahibi olaq. Da bunu qoy, Avropası görsün, Amerikası görsün, hamısı görsün. Qardaş, bizlə bir əməkdaşlıq eləsin də. Gəlin bunu eləyək, yaradaq da, qardaş. Erməni təşkilatlanır, gücə çevrilir. Çeçen təşkilatlanır, gücə çevrilir. Yahudi təşkilatlanır, gücə çevrilir. Və digər millətlərdə də çoxdur. Bizdə niyə yoxdur? Bizdə niyə olmasın? Niyə axı? Siz bunu istəmirsiniz millət olaraq. Qəbullanmırsınız, yəni siz güclü olmaq istəmirsiniz. Ömür boyu başı qapazda olmaq istəyirsiniz. Yəni siz istəmirsiniz, mən sizin dərdinizə yanam, siz mənim dərdimə yanasınız. İstəmirsiniz bunu siz. Yəni mən başa düşə bilmirəm, bu millət nəyə gözləyir, kimi gözləyir? Hamı seyirci qalıb, qardaş, seyirci qalmaq lazım deyil. Əziz dostlar, əziz qardaşlar, əziz bacılar. Bax, bu şəkildə görürsünüz. Xocalıda çəkilən şəkildir. Qardaş, bunun bu günlərim
Hesabatı istənilmir. 30 ildən artıq deyə hesabat istənilmir. Bu nə təhər olacaq yaxşı? Yaşasın İlham Əliyev, İlhamla irəli. Hə, nə olsun ki? Nə olsun? Qarabağ azad elədi. Hə, nə olsun ki? Nə olsun? Məsələ burada ədalətsizlik məsələsidir. Məsələ burada hüquqsuzluq məsələsidir. Məsələ burada müdafiəsiz qalmamızın məsələsidir. Bugün bu məsələni gündəmə gətirməyən, dünya çapında bir-birinə qatmayan qaldırmır ayağa. Qaldıran ayağa Quran and olsun. Niyə elə bilmir? Çünki bu İlham Əliyev özü də, arvadı da əxlaqsızdılar, tərbiyəsizdirlər, xaindirlər, düşməndilər. Bunlar hamısı şantaj olunmuş adamlardır xarici güclər tərəfindən. Qoyublar oraya istifadə edirlər. Bunlar heç kəsdirlər, heç kəs. Ayılın, başa düşün, gəlin dövlətimizə, gəlin gələcəyimizə, gəlin millətimizə sahib çıxağa kişi. Ay insanlar. Bugün sənin sözünü deməyən bu İlham Əliyev, sabahlarım onun yerinə oğlu gəlsin, arvadı gəlsin, o da deməyəcək. O da deməyəcək, bu adamlar siyasətçi deyil, siyasətdən başları çıxmır. Siyasət nə deməkdir onu bilmirlər. Anlayırsınız siz bunu? Siyasət nədir onu bilmirlər, qanmırlar. Bizim başımızda bir siyasətçi adam, bilikli adam, başı çıxan adam, bu milləti ağıllı başlı təmsil edə bilən adam, bu millətin sözünü gedib beynəlxalq təşkilatlarda, nə bilim Avropada gedib deyən adam lazımdır. Bu çumo deyil, çumo. Başa düşürsünüz çumo nədir? Çumodur bu. Paskudadır, başına vurub əlindən bizdən oğladı, pulu əlindən alırlar, deyirlər gel otur orada. Çumo deyil, çumodan ləyaqətli millətin prezidenti çumo olmaz. Ləyaqətli millətin prezidenti baş aşağı olmaz ki, baş aşağı deyil bu adam. Ləkəlidir bu adam. Bu adamın arvadını, qızını yatağa yıxıb videoya çəkiblər. Epstein sənədlərində bunların da adı var. Gec tez o da çıxacaq, görəsiniz siz. Anlayın, başa düşün, aylına insanlar, ha qardaşlar. Gəlin bir millət olaraq, bir cəmaat olaraq, bir xalq olaraq, birləşək, əl-ələ verək, əlimizdən gələni eləyək. Mən nə vaxta kimi çağıracağım, anlamadım mən. Ağıl var, məntiq var, qardaş. Otur, düşün, analiz elə, vətənində baş verənlərin sənə adiyyəti varmı? Sənin ləyaqətinə söymək deməkdirmi, ya yox? Sənin bir şərəfinə tüpürməkdirmi, ya yox? Tüpürməkdirsə, buradan sən mübarizə qalxmalısan. Tüpürmürsə sən onda nə Azərbaycançılıqdan danışsan, qardaşım, əzizim? Nə millət sevmək, nə Xocalı sevmək, nə Xocalı dəyər, Xocalı anımı keçirtmək. Özümüzü düzəltməliyik. Bax, bayaqdan danışıram ha bu qədər sözləri. Danışıram. Ən son nöqtə gəlir özümüzdə dilənir. Fikir versiniz. Danışıram bayaqdan, fıranır gəlir özümüzdə dayanırıq. Problem özümüzdədir. Özümüzdə. Ya susuruq, yol açırıq, ya da gedib yaltaqlıq eləyirik. Hər ikisi də bu millətin ziddinədir. Bu millətin dəyərlərinə tüpürmək deməkdir. Özümüz yol açırıq. Ki İlham Əliyev getcilən dünyanın o başına deyilən ki, demə nədir, dünyada müstəqil media yoxdur. Sənin sözünü deyirik, bax sən deyirsən onu. Ay Azərbaycan xalqı, ay insanlar. Sən deyirsən, sən İlham Əliyev yox, sən deyirsən. O sənin sözünü deyir. Sən onu oraya qoymuşsan ki, düzdür, biz seçməmişik, o heç özünü seçir. Amma rəsmi olaraq belədir. Dünya belə qəbul eləyir. Başa düşürsünüz mü, əziz dostlar? Sənin sözündür, sən deyirsən onu. Gedib bütün dünyanın qarşısında özünü biyabır eləyirsən. Belə şərəfsiz, belə ləyaqətsiz, belə mundar adam nətər gəlib bizim başımıza durub, güya bizim sözümüzü deyir. Nə söz ay qardaş? Bizim elə sözümüz var, dünyada müstəqil media yoxdur. Bizim elə sözümüz var. Vitsa prezidenti dırnaq arası çıxıb orada arvat paltarında səfirliyə qaçan sən də ölüydün, ay nədir, Emin Hüseynov. Bu sözdür bu. Vətəndaşı siz o günə qoymusunuz da. Zülümdən, zillətdən arvat paltarı geyinib, qadın paltarı geyinib vəziyyətdən çıxış yolu tapıb. Bunu siz eləmişsiniz də. Emin Hüseynov olmasın, mən olum, başqası olsun. Hatta biz bu günlərim sizə qarşı çıxırıqsa, bunun səbəbi sizsiniz də, kimdir ki? Sizin əməllərinizdir də. O. Məsələ budur, qardaşlar. Ona görə deyirəm, gəlin əl-ələ verək, birləşək, təşkilatlanaq, gücə çevirilək. Bax, telefon nömrəmiz var. Həqiqi Vəhdət nədir, kanalımıza abunə olun, oradan bax, özəldən mənə yazın. Gəlin, WhatsAppda qrupumuz var, yığışaq bir yerə. Ağıllı insanlar, bilikli, cəsarətli insanlar, hər kəs əlindən gələni eləsin.
Yetər də artıq. Yəni bu nə vaxta kimi davam edəcək? Nə vaxta kimi? Mən bunu anlamıram mən. Xalqı bir dəqiqə salam dostlar, salam yazan dostlara salam olsun, yeni gələn dostlara da. Bəyənin dostlar, bəyənin, paylaşın. İstək göndərin. Kim istəsə bu məsələ ilə bağlı zəng eləyin, danışın, görək. Bir dəqiqə. Siz də öz fikrinizi deyin, siz də sözünüzü deyin, siz də qardaş tələblərinizi ortaya qoyun. Siz nə iş görə bilərsiniz? Birlikdə nə edə bilərik? Mən nə qədər bilirəm, onu eləyim, siz nə qədər bilirsiniz, onu eləyim. Buyurun qardaş, salam, hər vaxtınız xeyir olsun. Valla bilirsiniz, bu telekanalizasiyalara baxırsan, adamın ürəyi bulanır. Deyir ki, biz Allah xətrinə kömək edirik. Allah xətrinə dəstək oluruq. Kimə qardaş? Konkret Erməniyə də. Bu konkret da xalqı nəyə var təhqir edir də. Yəni təhqirdən Yəni sən mən burada haqqıma gir, haqqıma uğra apar Erməniyə kömək eləşir. Sən mənə acından öldür, apar Erməniyə kömək eləşir, iqtisadiyyatın qaldır ki, mən Allaha görə. Və bizə nəyə görə zülm edirsən? Bunu da Allaha görə edirsən. Bəs bizə nəyə görə zülm edirsən? Allah xətrinə zülm edirsən. Bilirsiniz, valla deyiləsi söz yoxdur. Söyüş sənin xeyri yoxdur. Nə bilim. Qardaş özümüzdədir də. Görülən odur ki, boş şeylərdir. Oturaq burada axşama kimi İlhamı söyəyə, onu söyəyə. Görülən odur ki, qardaş son nöqtə gəlib özümüzdə dirənir. Əməli hərəkətə keçməliyik. Koordinasiyamız olmalıdır. Təşkilatlanmalıyıq. Əl-ələ verməliyik. Biz söz sahibi olmalıyıq. Bir kişi millət olmalıyıq. Tarix yazmalıyıq. Və bu kişilərə səsləndirmək. Sizin tarixi şəxsiyyətləriniz sizə nümunə olmadı mı? Bir tarixi şəxsiyyət olma kimi bir haqqınız var. Eləməlisiniz də bunu. Tarixə iz qoymalısınız. Bunu sizin tarixi kişiləriniz sizə sübut eləmədi bunu. Və haradasınız siz? Niyə dəstək vermirsiniz? Mən də sizə qarşınıza o birisilər kimi çəpər çəkməmişəm ki mən. Qarmaq atmıram ki, qarmağa girsən, mənim oyunumda oynasan, bir yerdə gedəcək. Oynamasan sən hakimiyyətin adamısan. Mən də onlar kimi çəpər çəkməmişəm ki, qardaş qabağına. Gəl bir yerdə iş aparaq da, tam müstəqil iş aparaq. Düz-düzdə əyri-əyri qutardı getdi. Nədən qorxuruq, nədən çəkinirik? Bugün bax bir veriliş vardı canlı yayım, oradaydım səhər-səhər. Nəsə orada bir iki nəfər gəldi dostlardan, dedi, bu filan kəsi buradan çıxaq ekran kaydı edir. Eləsin nə qardaş? Sən düzünü de qoy, sənin düz dediyin ekran kaydı eləyib paylaşsın. Qoy eləsin. Nədən qorxmalıyıq, nədən çəkinməliyik? Əgər biz ləkəli deyilsə, əyri-üyrü adam deyilsə, vicdansız adam deyilsə, qardaş danışırıq, buradan deyirəm. Nə qədər məni bəyənməyən varsa, hakimiyyətin adamı kim olur? Kayd edib paylaşın, açıq deyirəm, gəlin birlikdə iş görək. Gizlətmədən, qorxmadan deyirəm, bu rejim getməlidir. Azərbaycan xalqı gələcəyinə sahib çıxmalıdır. Azərbaycan xalqı demokratiyasını bərpa eləməlidir. Adam kimi, insan kimi yaşamalıdır. Bu məmləkətdə insanların, uşaqların, qadınların, körpələrin, nə bilim, heyvanların, bitkilərin, bütün hamısının axlarına tüpürübləri yerlə birdir. Kim bərpa eləyəcək bunu? Mən açıq deyirəm, gəlin birlikdə iş yaparaq, qardaş. Mən də, Rafael bəy, mən də deyirəm ki, bu tanıdıqlarıma, ətrafıma, bu deyirəm ki, Allaha xətir Erməniyə kömək olmur. Biz də Allah xətir bu hökuməti devrək də. Ay, sağ ol. Biz də Allaha xətir də. Bu hökumətdən canımızı qutaraq. Deyir, yox, siyasətdir. Tümünə poka keçmişik. Deyir, siyasət. Bildim, onda belə danışaq da. Deyir, siyasətdə qarışmırıq. Qardaş, siyasət qarışmırıqsa, onda bizə də qarışmasın da siyasət. Axı qarışır axı. Onu o adamlar deyə bilər ki, siyasət ona qarışmasın. Amma bu siyasət İlham Əliyevin özünə belə qarışır. Özündən başlayıb düz təpədən dırnağa qədər hamısı siyasətin içində boğuluruq. Əgər belədirsə, siyasətə qarışmırsa, ona bizə qarışır axı. Bu necə olacaq? Cavab vermək fikriniz yoxdur. İlham Əliyev bu dövlət deyəcək siyasətdir, qarışmır. O zaman onlar qarışır axı sizin işinizə. Sizin evinizdə televizorunuzu açırsınız, əxlaqsızlığı təbliğ edirlər. Siyasət də qarışır. Sizin evlatlarınıza uşaq pulu vermirlər, siyasət də qarışır. Sizin qonşunuzun evini gəlib haqsız yerə uçurdurlar, balasını döyürlər, öldürürlər, sənin özünün ailəni dağıdırlar, aş saxlayırlar, aparıb səni 12 saat elə bir şərait yaradıblar ölkədə. 12 saat işləyirsən 15 manat, 20 manat pul alırsan.
Almaniyada 12 saat işləyən, düzdür 12 saat hər adam işləmir. 12 saat işləsən Almaniyada ayda 3500 avro cibinə tərtəmiz pul gelir, tərtəmiz. 12 saat hər gün işləsən. Xəbəriniz var bundan sizin? Bir nəfərin puludur bu. Mən sizə bir ailəni demirəm, bir nəfərin qazancıdır bu. Yəni nə vaxta kimi davam eləyəcək qardaş? Bu siyasətdir də, bunlar bizə nə, bizim yaşadığımız bu zülüm, bu biabırçılıq, bu rəzalət, buna bir səbəb var da. O səbəb də bu rejimdir də. Bunun adını istəyirsən siyasət qoy, bunun adını istəyirsən nə qoysan qoy. Sonuc olaraq bizə zərbə vururlar. Məntiq var, ağıl var. Sən qarışmasan da siyasətə, o sənə qarışır. İndi bizə qarışana qarşı qarışmıyor. Sözümüzü deməyək, haqqımızı tələb eləməyək. Belə şey olar qardaş. Buyur. Rəfay qardaş, sözün açığı mənim ümidim ümumiyyətlə kəsilmişdi bu millətdən. Bu millətdən ümidim kəsilmişdi. Son bu Almaniyada, Amerikada olan son hadisələr var. Məndə ümid yaratdı ki, həqiqətən də oradakı mücahidlər, oradakı qardaşlarımız bizim sözümüzü, bizim ağzımızı, bizim ona demək istədiklərimizi aparır, ona çatdırır orada, lopuna deyir, üzünə deyirsə, biz niyə burada deməyək? Onlarda olan qeyrət bizdə yoxdur. Vallahi var, niyə yoxdur? Mən gənə də deyim, mən heç vaxtı, mən hər zaman demişəm, deyəsən ümidim qırılmışdı. Qardaş, ümid sonda bitir. Ümidlər sonda bitir, sonda ölür, səninlə bir yerdə. Nə vaxt ki, dünyanı tərk eləyirsən, Allah sənin canını səndən alır, onunla bir yerdə ümid bitir. Bitdi, qardaş. Ümid hər zaman var, şanslar heç vaxtı bitmir. İnsan sıfırdan başlamaqdan qorxmamalıdır. Bunu unutmayın. Ləyaqətli kişi, namuslu kişi, özünə hörmət eləyən bir Allahın bəndəsi, qadın kişi fərq eləmir, hamıyatdır. Sıfırdan başlamaqdan qorxmamalıdır. Sıfırdan başlamaqdan qorxan insanın namusunu da əlindən alsalar sakit qalacaq. Çünki qorxur sıfırdan başlamaqdan. Ona görə deyirəm, sıfırdan başlamaqdan qorxmamalıyıq. Mən indi bax Fransada nə əziyyət çəkdim. Ondan öncə bax şəraitimi qurmuşdum pis yaxşı burada. Gəldilər bütün planımı, projemi darmadağın elədilər. Apardılar orada həbsdə saxladılar. Orada çöllərdə yatdım. Təzədən gəldim. İndi yenə də sıfırdan başlamışam bir tərindir. Allah'a min şükürlər olsun. Şəraitimi qurmuşam. Sabahların başıma bir iş gəlir. Bilmək olmaz. Buranı tərk edərəm, gedərəm. Başqa yerdə sıfırdan başlayıram. Mübarizədir, savaşdır. Yəni savaş adamı sıfırdan başlamaqdan qorxmamalıdır. Başa düşürsünüz mən əziz qardaşlar. Bu məsələ budur. Biz insanların bir çoxu belədir. Gedir işləyir, deyir, işləyirəm, deyir. Birdən orada nəsə deyərəm, məni işdən çıxardarlar. Çıxarsın da. Allah sənin ruzunu verəcək də. Mən belə vəziyyətə düşməmişəm. Ac da qalmışam, pulsuz da qalmışam. Yəni sən mübarizəyə qoşulmasan da ac qalasın. Elə olacaq ki, sən az günün də olacaq, pulsuz günün də olacaq. Bu yəni mütləqdir. Yəni elə də belə də sən yəni bu əziyyəti görəsən. Sən gəl ondan sonra bu əziyyəti əqidəli, müqəddəs bu yolda çəkinən əziyyəti Allah qarşısında da, vicdan qarşısında da, insanların qarşısında da başın ucu olsun. Başın ucu olsun. Vallahi salam dostlar, salam. Buyur qardaş, başqa sözün var mı? Bir də sözdən, bu məhkəməyə gedirsən pul, polisə gedirsən pul. Ver pulun, vur analarına da bunları. Ver pulun, vur bacılarına bunları. Ancaq pula deyir, pul gətirməyin insin. Söydə deyir, mən yəni üzvə dolu, şər atır sənə, böhtan atır. Belədir, hamı bilir, bax görsünüz sən də deyirsən, mən də deyirəm, hamımız bilirik. İndi bu vəziyyətdən çıxış yolunu tapmalıyıq. Bu vəziyyətdən çıxmaq istəyən kişilər, qardaşlar, bacılar varmı? Mən təklif edirəm, gəlin əlaqəyə çıxın, əlaqə saxlayalım. Bir-birimizdən danışaq, bir baxaq görək nə etmək lazımdır. Qardaş, sən bu təşkilatın, bu hərəkətin arasında dura bilərsən, nə edə bilərsən? Fondumuzu yaradaq. Nə olacaq ki burada? Nə var ki burada? Allah ölümüdür. Ermənidə nə əsiyik biz? Çeçendə nə əsiyik? Əfqanlar belə, get burada bir dənə əfqana sıtma vurcunun görünətə talfa ilə gəlirlər. Hamısı bir-birinin əlaqələri var, WhatsApp qrupları var. Heç siyasət məsələsi də deyil, öz aralarında. Qardaş, bizdə yox deyə belə şey. İlham Əliyev gəlin məni burada nədir, hücum elətdirir 5-6 nəfər tərəfindən. Çıxıb Azərbaycanlılara deyirsə səsi çıxmır. Niyə qardaş? Niyə tək qoyursunuz bizi düşmən qarşısında? Ayıb deyil, Allahınız, vicdanınız yoxdur bəs. Bəs biz də sizin üçün can qoymuşuq da. Sizin üçün əziyyət çəkirik də qardaş. Niyə siz səngərdə olan bu sizin sözünüzü deyən bizim kimi ləyaqətli oğullara niyə dəstək vermirsiniz? Niyə axı qardaş? Niyə sakit qalmışsınız? Deyəsiniz ki, argument gətirəsiniz ki, yalancı çoxdur, fırıldat çoxdur, kimə inanaq? O argument deyil, qardaş.
O arqument deyil. Sən qətiyyətli ol, diri ol günə. Ağıllı ol günə. Ola bilər aldanarsan. Mən də aldanmışam. Amma sən düz ol. Düz ol. Sona qədər düz ol. Düzə dəstək ver. Düzün yanında dur. Və dəstək verdiyin adamın yaxasından da tut günə. Yapış denən tələb elə. Sən belə vətəndaş olmasan, sən məni sorğulamasan, tələb eləməsən, biz hardan birləşəcəyik, necə birləşəcəyik? Məndən nəqara çalacam, sən də onu oynayasın. Elə şey olur, yox. Gəlin tam müstəqil iş aparaq, birlikdə. Sənli, mənli, bu mənim tək işim deyil, qardaş. Sizin WhatsApp qrupunuz var, Rəfəl qardaş. Var, qardaş, var. Əlaqəyə çıxın məndən, mən sizi qoşacam WhatsApp qrupuna, yığışaq bir yerə də, qardaş. Mən bu günlərin bax dostumuz var, Rəsul orada da dedim. Dedim, qardaş, niyə dəstək vermirsiniz? Niyə bax gəlmirsiniz bir yerdə? Dedi, bir hərəkət yaratmaq lazımdır. Elə bir hərəkət yaratmaq lazımdır. Ay, qardaş, nə fərq var hərəkət? Bax, həqiqi vəhdət. Xoş da öyle ev yox, bunu bağlayaq, tulluyaq, və sən aşkına. Yetər ki, qətiyyətli iş olsun, düz iş olsun. Orada məni diqqətimi özünə çəkəcək bir iş olsun. Mənə bu lazımdır. Mən burada hərəkət dalınca düşməmişəm, təşkilat dalınca düşməmişəm ki, mən xilas olmaq istəyirəm, qardaş. Xilas olmaq istəyirsənsə, niyyətin düzdürsə, səmimisənsə, hədəfin varsa, böyük hədəflərin adamısınsa, gəl bu işi aparaq. Məsələ budur. İşin adı həqiqi vəhdətdirmi, nə bilim, güllü vəhdətdirmi? Sonuç olaraq fərq eləmir. Bundan xoşunuz gəlmir, bağlayaq, tulluyaq, və siz açın. Amma düzgün iş olsun, ədalətli iş olsun. Məsələ budur, cəmaat xilas olmaq istəyir. Qardaş, cəmaat canını qurtarmaq istəyir bu bəladan. Məsələ demirəm, gətirmək, çörək ver, yemək ver, ev ver, maşın ver. Deyirəm ki, dəstək ver. Ehtiyacım var sənin dəstəyinə. Birlikdə iş yaparaq, qardaş. Mən niyə tək qalmalıyam ki? Məndən artıq kişicəsiniz, məndən artıq oğlansınız siz. Hər kəs 50 daşın altına qoysun. Hər kəs nə bilir onu eləsin. Məni bəyənməyə bilərsən, mən bura çıxmamışam məni kimsə bəyənsin, ya veyahut da bəyənməsin. Biz hərəkatın işini aparaq. Sabah bəlkə məni öldürəcəklər, məni bəyənməklə deyil ki. Onda dağılacaq bu hərəkat. Yox. Biz elə şükürməliyik ki, o təşkilatın, hərəkatın təbliğatını aparmalıyıq. İnancı, güvənci bərpa eləməliyik. Bir yerdə yığışaq, hərəkat eləyək. Əlimizdən gələni eləyək, qardaş. Yoxsa bu beləliklə olmur axı. Hamı da bir-birindən qaçır. Qardaş, niyə qaçırlar ki? Niyə? Allah xətrinə birləşmək lazımdır. Allah xətrinə birləşmək lazımdır. Allah xətrinə. Birləşib bunlara cavabını vermək lazımdır. Bunların elə bir əldə Xocalı qatillərindədir. Qatillərinə qardaş, Xocalı hadisəsinin yaranmasında birbaşa Heydərin əli var. Bu ailənin, bu sülalənin əli var bu qətliamda. Bunlar Qarabağ kart üzərindən gəliblər hakimiyyətə. Bu qətliamı da araşdırsan elə gedib Heydərə, İlhama, bu nəslə söz sülaləyə bağlanacaq. Ona görə araşdırmırlar, ona görə dünyada bunu gündəmə gətirmirlər ki, bu Xocalı məsələsi nədir? Sorğusunu eləmirlər ki, hesaba taparmırlar ki, bunu kim elədi, niyə elədiniz? Bu adamlar sizə nə eləmişdi bu Xocalıda? Nədir? Əliyalın insanlar, sakinlər nə eləmişdi sizə? Niyə bunları qətl elədiniz? Ona görə sorğu sualını aparmır, çünki özləri eləyiblər. İlhamın dədəsi Heydərin əli var bu şeydə. Bunu bilmirik ki, qardaş. Başımızı işlətsə biləcək nə var, nə yox, nə baş verir. Ayılmalıyıq, oyanmalıyıq, qardaş. Qoşulmaq istəyən var, dostlar, qoşula bilərsiniz. Buyur, qardaş. Başqa sözün var mı? Sağ ollaşaq, digər dostlar da istək göndərsin, onlar da qoşulsun. Çox sağ olun, canlıya qoşduğunuz üçün. Sağ ol, Allah amanlıdır. Mənlə əlaqə saxla, şəxsi də. Mən şey eləyəcəm mən. Sənə nömrə yazaram. Sağ ol, Allah amanlıdır. Qoşulmaq istəyən yoxdur, dostlar. Yəqin ki, razı deyilsiniz. Birliyə, bərabərliyə gəlməyə, əlimizdən gələni eləyək, təbliğat aparaq, biliyimizi qoyaq ortaya, əziyyət çəkək. Birimiz mənəvi, birimiz maddi, birimiz informasiyada. Yoxsunuz mu belə şeylərdə, istəmirsinizmi? Və siz birliyi hardan gözləyirsiniz? Deyirsiniz bir yerdən başlasın. Ha, gəlmişəm, bir yerdən çıxdım. Eşidirəm. Sizi çağırıram, gəlin. Sizlər də qoşulun, sizlər də sözünüzü deyin. Sizlər də bir söz sahibi olun. Nə vaxta kimi susarsınız, nə vaxta kimi həqiqi birlikdən qaçarsınız. Başa düşürəm, o qədər alçaqlıq eləyiblər ki, bilirəm mən sizi, anlayıram mən bir çox dostları, qardaşları.
O qədər alçaqlıq eləyiblər ki, inam güvən qırılıb. Bax, dünən bir dostumuz qoşulmuşdu ki, mənim inamım tamamən qırılıbdı, amma yenə də deyir, ümid eləyirəm. Qardaş, ümidlər sonda ölür. Ümidi sən niyə bilə-bilə öldürürsən? Deyirsən, ümid yoxdur. Yox, belə deyil, qardaş. Belə deyil. Tarixdə bu gördüyünüz oyunlar var, ha, bu inamı, güvənci qıran oyunlar var. Bu ortalıqda özünə saxta müxalifət, saxta bloger deyənlər var. Belə şeylər dostlar çox olubdur. Amma onlar çox getməyiblər. Şam kimi əriyib çıxıb gediblər. Tarixdə belə fitnə, fəsad ordusu çox olub. Amma heç nəyə yaramayıblar. Hamısı yəni tarixin zibilliyinə atılıb gedibdir. Heç nəyə yaramayıblar. Bunlar hamısı boş şeylərdir. Heç vaxtı ümidsiz olmayın. İnançlı adam ümidsiz yaşaya bilməz. Kim deyirsə ki, mən şərəfliyəm, ləyaqətliyəm, inançlıyam, aləmlərin Rəbbi olan Allahıma inanırım, o ola bilməz ki, ümidsiz yaşasın. Ola bilməz. Mümkün deyil. Ona görə deyirəm, hər zaman ümidli olun, ümid eləyin. Ümid bir gedişdir, ümid bir hədəfdir. Sənin ümidin olsa hədəfin olacaq. Ümidi olan adamların hədəfi olur, qardaş. Ümidi olmayan adamın nə hədəf olacaq? Adi işdə də belədir. Gedirsən işləməyə, deyirsən, işləyim, maşın alım, ev alım, filan şey eləyim. Bu bir ümiddir, ümid eləyir. Düşür ümidlərinin dalınca. Və gedir, elə adam var, çatır, elə adam var, elə heç çata bilmir, iş yerində başına daş düşür, ölür, kubik düşür, ölür, hər şey olur. Bilmək olmaz, amma sən ümid elə, get yine. Həyat dostlar riski sevir. Allah risk eləyən bəndəsini sevər. Allah sıfırdan başlamaqdan qorxmayan bəndəsini sevər, onu dəyərləndirər. Heç vaxtı sıfırdan başlamaqdan qorxmuyor. O bəziləri var, indi gəlirlər mənə də deyirlər, kimə inanaq, kimə inanaq? Qardaş, belə deyil. Sən düzsənsə, mənə inanırsansa, mən hara qədər səni inandıra bilirəmsə, ora qədər sən mənə inanasın. Məsələ budur da, reallıq budur. Doğru mu? Mən nə qədər düzəmsə, sən də o qədər dəstəkləyəsən. Bu ortalıqdakılar hara qədər düz yürüdsə, ora qədər dəstəklədim. Ondan sonra çıxdım yüksələdim ki, bu adamlar bu oyunu oynayır. Ay millət, ay cəmaat. Bu adamlar bizim əleyhimizə iş görürlər. Nə siyasət, nə mübarizə, nə bloger, nə xilas eləmək. Bunlar hamısı papost şeylərdir, sözlər danışırlar. Adamlar evdən çölə çıxmaq qorxurlar. Deyirəm, gəlin, real təşkilatla görüşlər keçdək, iş aparaq, nə eləmək lazımdır? Adamlar reallıqdan qorxurlar. Elə ekranda hörüldəməklərinə baxmayın, reallıqdan qorxurlar. Bir çoxu belədir. Niyə qorxurlar? Çünki sərhəd çəkiblər. Oyun oynayırlar, səni mənə ələ salırlar, heyvan yerinə qoyurlar, sərhəd çəkiblər. Sərhəddə belə başını qaldırdığında, ay kişi, ay bloger, oyun oynama, ələ salma, axmaq deyil ya biz, heyvan deyil. Belə dəndə deyir, yer gedayına, hakimiyyətin adamsan sən. Yer gedayına deyil, sən daldan versən, sən üzdən iraqsan sən deyil. O qədər adama şər atdılar, o qədər cındırıq elədilər ki, indi üzə çıxa bilmirlər. Amma mən onlardan fərqli olaraq sizi çağırıram, reallığa qədər. Gəlin, reallıqda görüşək. Nə edəcəyimiz? Oturaq bir çay sirfəsində, danışaq, nə eləmək lazımdır, nə iş görmək lazımdır. Sən məni görməlisən də, qardaş. Tək ekrandan mən səni qəşək-qəşək sözlərlə inandırmaqla bu iş bitməz ki. Bəlkə mən səni haqq adı altında alladıram. Bəlkə mən səni mübarizə adı altında alladıram. Bəlkə mən səni millətimi sevirəm deyə də sən alladıram. Bir tanı da məni. Bir bələd ol da mənə. Başa düşürsünüz dostlar, belə davranmaq lazımdır. Belə davranmaq lazımdır. Bir-birimizə güvən, inanç verməliyik, qəlblərimizə girməliyik. Biz uşaqsa deyilik ki, Allah ağıl verib, şuur verib. Haqqın nə olduğunu bilirik, qanırıq, başa düşürük. Yalan olan yerdə bizim nə işimiz var ki? Yalan olacaq, üzünə çırpacaq. Kim olur olsun, doğma anam belə olsa. Fırıldaq, yalan, ikiyüzlülük olacaq, üzünə deyəcəm. Qutardı, getdi. Məsələ budur. Bəyənin dostlar, bəyənin, paylaşın. Neçə dəqiqə canlı yayındayıq.
Bu günlerin bizim kardeş informasiya məsələmiz. Bax, informasiya meydanı bir müharibə meydanıdır. İnformasiyanın özü bir müharibədir. Bir müharibənin bir qoludur, bir vasitəsidir. Bu günlərin sizin gör informasiya meydanınız nə gündədir? Bir millətin informasiya meydanı bu qədər tərbiyəsiz günə düşərmi? Bu qədər alçaq günə düşərmi? Təsəvvür edirsiniz. Biz öz informasiyamıza sahib çıxa bilmirik. O qədər yalancı, o qədər fırıldaq, o qədər ikiyüzlü var. Baxıram belə deyirəm, ay aman, ay Allah, bu millətin evlatlarıdır bunlar. Hə? Mənim uğrunda canımı qoyduğum, həyatımı qoyduğum, mübarizə apardığım millətimin evladıdır bunlar. Bunlar mənlə bir ölkədə yaşayırlar, mənlə bir yerdə nəfəs alıblar bunlar. Bunlar bir ölkənin suyunu içir mənlə bir yerdə. Hələ də belə çatmır, bunlar kimdir belə? Bunlar niyə ələ salırlar? Bunlar niyə oynayırlar ki? Bunlar niyə şərlə, böhtanla, fitnə ilə, fəsadla, provokasiya eləməklə niyə edirlər ki bunu? Nə olur ki belə eləyəndə ki? Hə? Nə olur ki? Olmazmı ki sən oyunla, yalanla, şərlə, böhtanla məşğul olma? Elə bir işlə məşğul ol da. Haqq, ədalət, dürüstlük. Bir işlə məşğul ol, başında ucu olsun. Güya sən yalan danışanda nə olacaq ki? Güya sən şər atanda nə olacaq ki? Otur gecə gündüz bu milləti ələ sal, ortalıqda oyun oyna, fitnə törət, insanları bir-birinə vur. Nə olur ki belə olanda? Nə dəyişir ki? Nə qazanırsan ki? Mən alladasan, onu alladasan, onu alladasan, axırı sonunda kiminsə qarmağına keçəsən. Kiminsə qarmağına keçəsən, qoyacaq sənə dəfə başını oynatacaq. Etməyin də belə. Eləməyin də. Yəni, mən bu neçə ildə düz yolumu gedirəm. Mən nə oyundu, yalandı, fırıldaqdı, ikiyüzlükdür. Mən belə şeylərlə işim olmaz. Başım da ucadır. Hamının da üzünə qapım açıqdır. Qutardı ki, mən hər zaman belə olmuşam. Çünki mən düzəm. Düz olduğumu bilirəm. Niyə mən bəs ortalıqdakı özünə siyasətçi deyən, nə biləm, ploger deyən, ploger yox, ploger. Bunları hər zaman niyə də varım? Çünki mən düzəm. Mən görürəm ki, bunlar oyun oynayır. Mən də sizin parçanızam da, biz sizdən biriyəm. Sizin bir parçanızam millət olaraq, düzdürmü? Mən də sizlərdən biriyəm. Mən görürəm ki, Allahdır da bu. Bax, mənim ağlım var, şuurum var. Qanıram, başa düşürəm ama sizlərdə də belə insanlar çoxdur. Kim istəyər ki, onu allatsınlar? Bizi niyə allatsınlar ki, haqq adı altında? Bizi mübarizə adı altında, siyasət adı altında, millət üçün canımı qoymuşam, kəfən geyinmişəm adı altında. Niyə bizi allatsınlar ki? Niyə axı? Bizim nəyimizə lazımdır ki? Yəni bizim aldanmağa ehtiyacımız var. Bu sual ilə millət olaraq sizə. Bizim bu dələduz blogeri, siyasətçisi, bunlar bizi ələ salırlar. Hərəsi müxtəlif yollarla. Üzerimizdən də pul qazanırlar. Məsələnin içində pul var. Ola bilməz ki, pul olmuyor, bunlar belə alçaqlıq eləyər. Ola bilməz bu. Başa düşdünüzmü? Yəni biz niyə aldanmalıyıq ki? Bizə yalanla nə demək istəyirlər ki? Yalanla bizi xilas edəcəklər. Fırıldaqlıqla, ikiyüzlülüklə, hə? Afritçilik eləməklə. Və belə olmaz axı. Belə xilas olanmalı ki. Yəni deməyim odur ki, heç kəs aldanmaq istəmir. Bu dəqiqə bu xalq, bu Azərbaycan xalqı, ağıllı kəsimi, ləyaqətli, şərəfli, başı işləyən, ağlı işləyən, özünə hörmət edən kəsimi, qardaşlar və bacılar. Onları aldatmayan adama ehtiyacı var. Onu axtarırlar. Bir çox insanlar onları aldatmayan insanlara ehtiyacı var. Onun axtarışındadılar. Məsələ budur, qardaş. Bu millət doyub yalanlar. Bu millət aldanmaqdan doyub. Vallahi billah aldanmaqdan doymuşuq. Artıq bizim ağlımız işləyir, başımız işləyir. Heyvan deyil, axmaq deyil. Bizi aldatmayın, ələ salmayın. Siz niyə oyun oynuyorsunuz? Siz bu millətin müqəddəs mübarizəsini, müqəddəs sözünü aparıb pula dəyişib başlayırsınız oyun oynamağa. İkiyüzlülük eləməyə, bölücülüklə məşğul olmağa. Niyə axı? Bu bizi xilas eləməyin yolu deyil axı. Eləməyin, etməyin belə dedikcə qardaş, çıxırlar sənə dəfə qoyurlar, ağızlarına gələni deyirlər. Nə bilim, hakimiyyətin adamsan, İranın adamsan, ay nə bilim, üzdən İraqsan. Bu iş deyil axı. Vallahi bu iş deyil, billah bu iş deyil. Bunu görən bu cəmaat qanırı başa düşür. Ki bu Rafael bir düz danışır da qardaş. O Allahdır, hamını, sən də məni də Allahdır. Mən də o yalan deyirəm ki, bunu eləməcəklə. Bu da sən bilirsən axı, sən məni izləyən, bilirsən nə deyirəm. Çünki o adam Allahdır, mən də sən də Allahdır. Bilirsən ki, mən nə deyirəm. O şər atanda özünü gözdən sarsan, nə gerək var ki? Olmazmı iradə qazanasan? Olmazmı düzgün iş aparasan? Olmazmı islah olasan? Doğru yola gələsən?
Bir vicdanın qarşısında bir başı uzağı olcunla olmaz mı bu? Xoşuna gəlmir mi belə yaşamaq? Ay özünə nə bilim siyasətçi bloger deyən, niyə bu milləti alladırsınız? Niyə ələ salırsınız axı? Nə üçün qardaş? Belə şey mi olar ha? Beğenin dostlar, beğenin, paylaşın. Hamı özündən zəifi əzir. Əzir, atır, yalan danışır, amma haqqı deməyə cəsarəti çatmır. Təbii ki, belədir də qardaş. Mən də deyirəm ki, gəlin biz haqqı deyək, doğruları deyək. Biz haqqı deyəndə biz gedib haqqa çatacağıq, dostlar. Başa düşdünüz? Mən buradan çıxıb mən sizə desəm ki, şok. Mehribanın otağından bana məlumat gəldi. Mehribanın babası var, tualetə gedə bilmir. Mən bunu deyib sizi belə ələ salsam, mən bundan sonra 20 dənə də canlı yayında desəm, 50 dənə də canlı yayında desəm ki, yəni ciddi söz danışsam, ciddiyə almayasınız. Mən üzə sənin beynində o toxumu səpirəm ki, mən elə bura gəlmişəm sizi ələ salmaq üçün. Nə olsun ki, haqqı deyirəm? Sizi ələ salmaq üçün, aldatmaq üçün. Nə bilim, şok, filan DTX-dan bana məlumat gəldi. Filan şey belə oldu. Bir yalanlara nə gərək var, qardaş? Nə gərək var axı? Yəni, bu yalanları danışanda nə olur ki? Yəni, sizi alladanda nə olur ki? Güya sizi mən inandıracağım. Əgər belədirsə, gəlin sabahdan başlayaq, elə sizə də çağırıram. Gəlin elə bu gündən belə başlayaq bu xalqı ələ salaq. Nə bilim, bu haqq mübarizəsini, bu doğru, dürüst, müqəddəs mübarizəni çevirək lağlağa obyektinə. Başlayaq bir-birimizi ələ salaq, heyvan yerinə qoyaq. Cəmat da baxsın belə, gülsün, püsüyor. Belə deyil axı, qardaş. Belə deyil. Ciddi olmalıyıq, ciddi iş aparmalıyıq. Apardığımız işi, qardaş, kölgə altına salmamalıyıq. Ciddiliyini itirməməliyik. Nə gərək var axı onlara? Sən mənə alladarsansa, mənim sənə nə inancım qalacaq ki? Gözüm görə mənə alladırsan, oyun oynayırsan sən. Mən sənə necə inanım? Mən alladana necə inanım, ay qardaşlar, ay bazılar? Bax, məsələ budur. Birlik olsa heç kəs qorxmaz inşallah. Təbii ki, mən onu deyirəm də, bax burada UFO yazır qardaşımız, dostumuz, o çoxdan bizim izləyicimizdir. Amma mən məsləhət görərdim ki, siz də çıxasınız bir üzə, siz də siz dəstək verən dostlar, qardaşlar, qətiyyətli insanlar, artıq üzə çıxmaq lazımdır. Yəni, qorxmaq lazım deyil. Ola bilər, üzünü də göstərməyə bilərsən. Qardaş, gəlin, qoşulun, sözümüzü deyin, birlikdə iş yaparaq və yaxud da bura qoşulmursunuzsa, şəxsdə mən nələ əlaqə saxlayayım, bir-birimizə danışaq, bəlkə səndə bir köməyin deyəcək, bəlkə bir biliyində nəsə var, bizə xeyri var. Gəlin, qoşulun, qardaş, qıraqdan sən o qədər mənə burada layiq qoy günən ki, o qədər nə səsini çıxartma, nə maddi köməyin olmasın, nə mənəvi köməyin olmasın. Bu nəyə dəyişir ki? Mən burada qəşək danışım, sən də belə qoy. İndən belə 1000 il mən danışım, sən də belə qoy. Yox, əzim, elə deyil. Bizə əməli hərəkət lazımdır. Mənim 40 yaşım var, mən 10 ildir bu meydandayam. 40 yaşım var. Daha mən nə qədər, neçədən 10 il bu meydanda olmalıyam? Doğru mu, qardaşlar, bacılar? Yəni, neçədən 10 il mən bu meydanda olmalıyam ki? Bu xalqın ən böyük problemi qərarsızlıqdır. Qərarsızlıq niyə olsun ki? Niyə? Nə çətin bir şeydir ki? Mən bayaq dedim da, indi mən sizi burada aldatsam başa düşməyəsiniz. Nə var ki, özündən uydurub sizi aldadıb ələ salmağa? Nə var ki, mənim əlimdə çətin məsələdir o. Yalanı, fitnəni, fəsadı hamı bacarır da. Əsas odur ki, haqqı bacaraq. Mən sənə yalan danışıramsa, sən qərarını ver də artıq, nə çətin bir şeydir ki. Təzdən gəlib mən nə izləyirsən sən? Səni mən illərdir heyvan yerinə qoyuram, ələ salıram, aldadıram. Səni mən ciddi almıram, məni burada izləyən adam var ha. Mən səni ələ salıramsa illərlə, aylarla. Mən səni artıq ciddi almıram. Sən niyə mənə baxırsan? Qərar ver də çətin məsələdir bu qərar vermək. Çox çətindir belə. Yəni, mövqeyini bəlli eləcəklə, onu demək istəyirəm. Qərar vermək nə çətin bir şeydir ki? Baxırsan, adam səni aylarla ələ salır. Onlar bilər bir dəfə, 2 dəfə, 3 dəfə hər dəfə olunmaz axı. Aylarla, illərlə də bu milləti ələ salırlar. Sən bunu nəyə deyib baxırsan, nəyə buna dəstək versən? Adamın bir ləyaqəti olar da, adamın bir şəxsiyyəti olar da. Adam da onu alladan, heyvan yerinə qoyan adama gedib təzdən baxsın, ona dəstək versin. Bu qədər yaramazlıq mı olar? Bu şəxsiyyətsizlərin işidir. Bu ləyaqətsiz, yaramaz adamların işidir. Siz doğrudan da mı belə adamlarsınız?
Sizi alladığına gedib baxırsınız təzədən. Məsələn, bir dəfə, iki dəfə yox, aylarla, illərlə. Doğrudan da mı siz ələ salınıb heyvan yerinə qoylası adamlarsınız? Doğrudan da mı belədir? Sən düzü, haqqı qoy burada, get səni eşək yerinə qoyulub başına denən ki, bu düz deyir və ya da düz demir. Fərq eləmir. Hər bir halda Allahın sənə verdiyi, bəxş elədiyi o gözəl, o ləyaqətli, o dəyərli vaxtı aparıb ara xərcləyirsən. Səni aldadana, bilə-bilə, bilirsən ki, bu adam yalan danışır. Bu adam fırıldaqdır. Bilə-bilə Allahın sənə verdiyi o gözəl ömrü, gözəl vaxtı aparıb yalancılara xərcləyirsən. Aparıb yalancılara xərcləyirsən. Bunun özü bir israfdır. İsraf da haramdır. Axşamın xeyir Rafael. Bir mənə mod versəydin burada yazırlar artıq əksi. Burada Dilənçilər moderatörü var. kimə vermişəm? Bir dənə deyəsən müstəqildir. Deyəsən işlərə bilmirəm başqası da var deyəsən. Heç baxmamışam, mən baxaram onu da şey eləyərik, düzgün şey eləyərik. Ya bu çata nəzarət eləsəydilər yaxşı olardı. Yəni görüm yoxdur nəzarət eləyən. Elə qoy buradan bir dəqiqə. Buyur qardaş, sözün var mı sənin? Yox, elə onu deyirdim. Moderator. Yaxşı. Oldu, sən aşağı düşürəm. Çat deyir bağlıdır. Bağlı deyil. Yazmaq olmur. Yazmaq olur axı. Burada yazıbdır bir dostumuz, izləyicimiz. Yazmaq olur axı. Bəs oxuyuram sizin yazdığınızı. Yəni bilirsiniz dostlar, ədalətli olmaq lazımdır. Özümüzlə danışmalıyıq. Özümüzü bir toparlamalıyıq. Özümüzlə bir danışmalıyıq ki, biz kimik? Hə? Yazılar düşür. Bu xalq fərd ola bilmir. Beynini işlədə bilmir. Birisiz, milli düşüncə yoxdur da. Başa düşürsünüz? Düşüncələrdə ancaq yaxşı anlayışı, dürüstlük, düzgünlük anlayışı nədir? Çayxana anlayışı. Nə bilim, kafe anlayışı. Başa düşdünüz? Yəni mən çayxanada gedirəm, nə bilim 5-10 nəfərin içində düz adamam. Elə bilir ki, bundan hər şey bitir. Yox əzizim, yox qardaşım. Şimdi belə qoşulur bura. Yox əzizim, yox gözəl dostlar, gözəl qardaşlar, elə deyil. Başa düşdünüz? Yaxşı kişi, yaxşı oğlan milli dəyərlərə hörmət eləyər. Yaxşı kişinin, yaxşı oğlanın milli dəyərlərinə qarşı əgər təcavüz olunursa, əgər haqsızlıq olunursa, özbaşınalıq olunursa, o yaxşı oğlan, o yaxşı kişi özünə deyənlər onun qarşısında duruş gətirməlidir. Məntiq bunu deyir. Məntiq bunu deyir, sən buna nə qədər bəzək vursan vur. İndi mən bu söz deyirəm, bəziləri dinləyir, mən bilirəm. Belə baxılır deyirlər, bu nə danışır, bu səyidi nədir bu? Bu nə sözlər danışır? Obşu danışma, hə? Yox əzizim, hamıya aiddir, obşu hamımıza aiddir. Hamımıza, kişilik qadınla hamımıza. Niyə aid olmamalıdır ki? Əgər bu vətənin evladı yoxsa, o aiddir və kimə aid olmalıdır? Təzə mənə aid olmalıdır. Hamıya aiddir, hamıya. Sənin dəyərlərinə tüpürürlərsə, sənin bugün ölkəndə insan dəyərləri ayaqlar altındadırsa, qadına şiddət varsa, qadınlar istismar olur, uşaqlar istismar olur, qocular istismar olur. Qardaş, buna susmaqla sən o istismarın daha da böyüyünə yol açırsan. Sən o qədər özünə yaxşı olan de ki, o qədər özünə yaxşı kişi de ki, demirəm, sən pis kişisən, ləyaqətsən. Yox, məsələ o da deyil. O da deyil. Məsələ milli məsələdir. Bizim milli şuurumuz yoxdur. Milli qeyrət problemimiz var. Milli namus problemimiz var. Milli namusu olmayan adam bu rejimdən xilas ola bilməz. Milli namusu olmayan adam deməsin ki, mən nə bilim, garanti verirəm ki, misal üçün, mən evimə atıb çatım, mənə iştirak eləməzlər. Eləyərlər o tərəfə keçərlərdir. And olsun Allah. Bu rejim var, bu əxlaqsız, xain Əliyevlər rejimi. Bu ailə o qədər alçaq rejimdir ki, o qədər xain alçaqdılar. And olsun Allah, gecə yatdığın yerdə vertolyotdan sallaşıb belə krişadan girər evinə. Bax, ailənin içində yata-yata. Belə oğraş rejimdir bunlar. Heç kəs garanti verə bilməz. Heç kəs. Mən deyirəm ki, gəlin, bir kişi, bir ləyaqətimiz var, bir şərəfimiz var. Bizim qardaş, haqqımız, hüququmuz var ya adam balası kimi yaşamağa. Başa düşürsünüz məni? Özünə yaxşı oğlan deyən, özünə yaxşı kişi deyənin vətənində qanun işləyər. Vətənində hüquq işləyər. Bu günlərim sənin polislərin cinayətlə məşğuldur, qanunsuzluqla məşğuldur.
hüquqsuzluqla məşğuldur. Başa düşürsünüz siz? Bugün Azərbaycanda bu xalqa ləyaqətli polis yəni polisin ləyaqətli olmasını sırayırlar ki, Azərbaycanda ləyaqətli polislər var, şərəfli polislər var. Yəni təsəvvür edin, görün ölkə nə günə qalıbdırsa. Yəni kişidən polis düzəltmirlər, polisdən kişi düzəldirlər. Belə ölkə mi olaraq ki? Hə? Yəni bir ölkədə polisdən kişi düzəldirlər, kişidən polis düzəltmirlər. Belə bir ölkədə hansı kişi deyə bilər ki, mənim burada mənim hüquqlarım qorunur? Mənim məhkəməm müstəqildir. Mənim qanunlarım tam müstəqil məni qoruyur, mənə xidmət edir. Belə bir kişi varmı, deyə bilərmi? Yoxdur elə bir kişi. Qadın da olsun, yanımıza aiddir. Yoxdur. Yoxdur. Yoxdan dostlar, var olmaq lazımdır. Yoxdursa biz varıq. Biz savaşacağıq, biz mübarizəyə qoşulacağıq, biz dirəniş göstərəcəyik. Siyasətə qarışmırdıq, qarışacağıq. Bəli. Dirəniş göstərəcəyik, təşkilatlanaq, əl-ələ verək, bir gücə çevirək, əlimizdən gələni eləyək. Plan proje düzək. Qarşımızdakı hüquqsuzluğa qarşı dirəniş göstərək. Bunu eləmək lazımdır, qardaşım, əzizim. Bunu eləmək lazımdır, oturub gözləməsən. Vallahi da gözləmə, billah da gözləmə. Heç nə düzələsi deyil. Yəni, oturub hər gün özümüzü tərifləməklə, yaxşı oğlan, yaxşı oğlan. Qardaş, mən o yaxşı oğlanın biri mən. Mənim vətənimdə hüquqsuzluq var. Mənim vətənimdə qanunsuzluq var. Mənim vətənimdə ləyaqətli bir sistemin qurulması əvəzinə rüşvət üzərində qurulan bir əxlaqsız, tərbiyəsiz, pozğun bir rejim qurulur. Mənim adımdan istifadə edilir. Mən yaxşı kişiyəm, yaxşı oğlanam. Mənim adımdan istifadə edilir. Bu məni narahat edir. Başa düşdünüz? Məni narahat edir. Mən bu vətənin evladıyam, mənim adımdan bunlar danışırlar. Bu rejim, bu polis, xalq deyir, mənim adımdan. Sənin adından. Amma görürəm ki, alladırlar. Mənim adımdan mənə yalan danışır. Mənim adımdan gedir İlham Əliyev, Mehriban Əliyev, xaricdə yalan danışır. Deyir, Azərbaycan sərvətləri deyir, Azərbaycan xalq arasında tam ədalət. Sənin mənim adımdan yalan danışır. Niyə qardaş? Yaxşı oğlanın, yaxşı kişinin adından İlham Əliyev niyə yalan danışsın ki? Biz nə? Yaxşı kişi özümüzündir. İlham Əliyev gəldi, gedərdi, pis yox. Qutardı. Deyir, Azərbaycana gəlməyə duxu yox, kəşkə nə? Qaska lazımdır. Yox, məsələ Azərbaycana gəlib gəlməmək deyil ki, qardaş. Biz Azərbaycana gəlməmiş, xaricdən də təşkilatlana bilərik. Xaricdən də sıza bilərik Azərbaycana. Xaricdəki Azərbaycanlılar kimdir ki? Buradakı Azərbaycanlıların qohumu əqrəbəsi deyil Azərbaycanlılar. Anası, atası, əmsi oğlu, qardaşı, dostu. Sənin mənim qohum əqrəbəmdir. Kimdir ki onlar? Biz burada böyüyə heç olmasa gücə sevilə təşkilatlanaq. Hamımızın vasitəmizlə orada qohumlarımız var, dostlarımız var, qardaşlarımız var. Onlar bizə təşkilatlanmış görsə, onlar bizdən güc alacaq, nəfəs alacaq. Nəfəs alacaq bizdən. Bir kəlmə sözümüzü ölümə gedəcəklər. Bu sevgini yaratmaq lazımdır, bu inamı, güvəni yaratmaq lazımdır. Bu da hardan yaranmalıdır? Bayaq dedim, özünə yaxşı olan, yaxşı kişi deyən oturub düşünməlidir. Öz-özünə danışmalıdır. Mənim dövlətim kimlərin əlindədir, kimlərin işğalındadır? Niyə bunlar idarə edir ki? Mən yaxşı kişiyəm, mən yaxşı oğlanam, vətənin ləyaqətli evladıyam. Hər zaman bu vətən üçün canımı verməyə hazıram. Buna qərarlı insanamsa, israrlı insanamsa, nədən mənim adımdan yalan danışsınlar? Hə? Niyə mənim millətimin hüququnu tapdalasınlar? Niyə mənim millətimin körpələrinin pullarını, süt pullarını uğrasınlar? Şəhidin qan pullarını uğrasınlar? Gedib dünyanın dəli qızına gedib silikon vurdurtur. Dəli qızına. Bir dənə videosu var, bir abırçılıqdır, gedib şəhid anası ilə görüşür. Xəstə deyib bunlara ki, xəstə gəlib bizə olub, nə bilim, prezident ailəsi. Bir abırçılıqdır, xəstə, bildiyin xəstə. Halbuki xəstənin vəzifədə yeri yoxdur. Siz təsəvvür edirsiniz ölkə nə gündədir? Ay kişilər, ay qardaşlar, ay özünə yaxşı insan, yaxşı oğlan deyənlər. Bilirsiniz nə gündədir? Xəstə deyib bunlar. Leylanın gedin videosuna baxın, Mehman Hüseynə paylaşıbdır. Bir abırçılıqdır.
Şəhid anası ilə Leyla görüşür. Şəhid anası orada indi dərd, kədər, qəm içindədir. Bu da hey hırıldayır. Xəstədir, and olsun Allah xəstədir. Xəstə gəlib oturub başımızda bizim adımızdan danışır, bizi istismar edirlər. Gör biz nə gündəyik. Bu bizi alçatmaq deməkdir. Bu bizim üzümüzə xıx elib tüpürmək deməkdir. Vallahi. Ona görə deyirəm, oturub özümüzlə danışmalıyıq ki, qardaş, bunlar niyə belə eləyirlər ki? Bunlar niyə orada olmalıdır, qardaş? Bu millətin şərəfli, ləyaqətli qadınları, bacılar, anaları yoxdurmu? Ha? Mehriban Əliyeva kimdir? Çıxıb gəlib burada Münhendə, bir dəqiqə şəklini burada qoyun baxaq da dostlar, bir dəqiqə. Hanı onun şəkli? Bir dəqiqə. Tapaq qoyaq burada. Dostlar, nətərdir şəkilim? Bu günləri düzəltmişəm özüm yaxında. Deyən görüm vardadır ki. Mehri quşun şəkili harada daqa? Hə, necədir dostlar? Şəkilimi gördünüzmü? Bu günlər kursdaydım, bir dostum var idi. Dedim, mənim şəklimizi çəkdi, indi o çəkdi şəkillə göndərdi. Sonra götürdü onu proqramda düzəltdi, dedi, gör necədir. Hə, bu Mehriban Əliyeva, bunun əlinə bax hələ. Bu qardaş, bu kimdir belə? Hə? Bu mafiyadır, bu razborçikdir, bu narkomandır. Kimdir bu adam? Bunun nə xidməti var? Bu millətə bax, səslənlə bu cəmaata. Bunun nə xidməti var dostlar? Hə? Siz Mehriban Əliyevanı araşdırmışsınız. Ay kişilər, ay özünə yaxşı insan, yaxşı ləyaqətli insan deyən qardaşlar, bacılar. Siz araşdırmışsınız bizi internetdə. Bu Mehriban Əliyeva, bu əxlaqsızın nə qədər vəzifədə adı var? Xəbəriniz var sizin? Hə? Ən son mən keçən il baxdım internetdə 16 dənə vəzifənin başındadır. Sən təsəvvür eləyirsən, sən ay bax, gözəl qardaşlar, bacılar, bax xanımlara səslənən buradan. Əziz analar, bacılar, gözəl xanımlar, sizin bundan nəyiniz əsikdir? Hə? Bu kimdir ki, gəlib, bax, sizin yerinizdə oturur? 16 dənə vəzifə, təsəvvür edirsiniz. 16 vəzifə. Tək bu Mehriban Əliyeva. 16 vəzifənin başında oturur və başında. Sual edirəm burada izləyən bizi xanımlara. Niyə siz o vəzifələrdə oturmamalısınız? Niyə siz o vəzifədə oturub öz millətinizin evlatlarına xidmət eləməməlisiniz? Amma bunlar xidmət eləmirlər. Sağ olun dostlar. Hiləcər, sağ ol deyə görə. Təşəkkür edirəm dostlar. Bəyənin, paylaşın. Bax, niyə? Hə? Yəni, bu millətin nə qədər bax, analar, bacılar var, əziz xanımlar var, işsizdirlər, yazıqlar kasıbdılar, vəziyyətləri pisdir. Niyə o vəzifəyə təyin edilməməlidir? Həm özü yaşasın maaşı ilə, qəşəng maaşı ilə. Həm də ki, qardaş, vəzifəsini yerinə getirsin, icra eləsin də. Bunun nəyi var ki, bu güya xidmət edir? 16 vəzifədə bizə, bir adam 16 vəzifədə bizə necə xidmət eləyə bilər? Dostlar, bir dənə düşünün də. Hə? Mən deyirdim, bunlar bizi işğal edirlər. İşğal belə olur da bə. 15-16 vəzifədə başında oturur, bir adamı Mehriban Əliyeva 15-16 vəzifənin başında oturur. Səni işğal eləmək belə olur da, sənə imkan vermir də. Bütün sahələri işğal edirlər. İşğal belə olur da, necə olur? İşğalın boynuzu olur. Gedin bunun dəli qızı Leylanın adına baxın, görün. Nə qədər onun adına nələr var? Mal, mülk, nələr, vəzifə. Yəni, dəli deyib, bu xəstədir. Xəstə gəlib vəzifə başında oturur. Təsəvvür edirsiniz. Yəni, mərhəmətin, insanlığın nə olduğunu qanmayan, başa düşməyən, bizim ümumiyyətcə dəyərlərimizdən xeyli uzaq olan bu adamlar indi gəlib, qardaş, vəzifələrdə yer alıb, olublar bizə xidmətçi. Niyə Azərbaycanın bax, xanımlarına səsləniləm? Əziz insanlar, əziz bacılar, analar, xanımlar, gözəl insanlar. Siz niyə oturmamalısınız o vəzifədə? Hə? Niyə axı? Bu adamlar bu milləti sevirsə, nədən 16 vəzifə başında oturub? Olmazmı ki, siz oturasınız, millətinizə xidmət eləyərsiniz, bir sevgi yaransın, bir mərhəmət yaransın, bir inanc yaransın, bir güvənc yaransın, xalq da bir xidmət görsün. Xalqla hakimiyyətin arasında uçurum yaranmasın. Olmazmı belə olsun? Niyə eləmirlər? Ona görə eləmirlər ki, düşməndirlər, xaindirlər. Bunu düşməndən, xaindən başqa heç kəs eləməz. And olsun Allah'a.
Beğenin dostlar, beğenin, paylaşın. Üniversiteti bitirenlere deyirlər get süpürgəçi ol. Ay kişinin nə olur? Ay burada bir xanım yazır. Ay gözəl bacım, ay anam, ay əziz insan. Ay süpürgəçi işləməyə gedirsən pul istəyir səndən. Dünyanın insan arasında belə bir şey yoxdur. Siz təsəvvür edirsiniz. Bu dəqiqə qırğın gedən Ukraynada iş də var, güc də var, insanlar da qəşəng yaşayır. And olsun Allah. Qazı da yerində, suyu da yerində, işığı da yerində. Adamlar səhər gedir, işin axşam gəlir evinə. Müharibə gedir, müharibə gedir. Bilinmir ki, bomba gəlsən başına düşməyəcək. Bilinmir, müharibə gedir. Təsəvvür edirsiniz. Yəni dəhşətdir. Orada belə şey yoxdur. Suriyada belə şey yoxdur. Yəni süpürgəçi gəlirəmsə hambal işləməyə, süpürgəçi. Ayağının altını süpürməyə, ayağının altını yalamağa. Gəlirəm ora. Ona məndən pul istəyir. Deyirsən, mənə gətir 2000-3000 pul ver, mən səni o şey düzəldim. Bundan o tarafa düşmənçilik olar, ay dostlar. Bunu xaindən başqa kim eləyər? Bu sistem bizə xain deyil, nədir bəs? Bu rejim bizə düşmən deyil, nədir bəs? Qardaşlar, dostlar, əziz insanlar. Məsələ budur, gözəl qardaşlar, gözəl bacılar. Məsələ budur, problem burasındadır. Mən buna görə çağırıram ki, gəlin birlikdə əl-ələ verək. Deyir, su damlayar, daşı deşər. Su damlısı daşı deşər. Biz azdan başlayaq, ev yox. Bugün mən bir nəfərəm. Düzdür, dəstək verən dost qardaşlar var, o heç. Bir nəfərəm, onlarla bir yerdə olaram 5 nəfər. Digər siz də gələrsiniz 10 nəfər, 15 nəfər. Qardaş, bu vəzifələr sizindir də. Qardaş, bu xidmət, siz xidmət eləməlisiniz də orada. Siz. Gəlin birlikdə iş görək. Qardaş, bir təşkilatlarına bir yerdən başlayaq, əlimizdən gələni eləyək. Olmur axı belə. Sən sakit qal, Mehriban Əliyev sənin yerində geçsin. Bir adam 15-16 vəzifəni tutsun. Yəni, ümumiyyətcə bir nəfər dostlar 15-16 vəzifəni belə tutsun ki, xidmət eləmək, o xidmət də ola bilməz, mümkün deyil. Xidmət də ola, mən 15 dənə vəzifənin başında oturup xidmət eləmərəm mən. Çatdıra bilmərəm, vaxtım olmaz. Maksimum 2 nədir? Vəzifənin başında və yaxud da 3 vəzifənin başında oturub onu bəlkə çatdırarsan. Bütün günüm ona xərcləyərsən. O da dəyməz. Bir vəzifə yetər də bir insana. Bu 15 vəzifədə bu nə iş görür ki? Bunun əllərinə bax elə. Bunun arkamına bax eləsən. Gör nə qədər şərəfsiz, ləyaqətsiz, alçaq adamlar deyil bunlar. Halbuki bax Azərbaycanın ləyaqətli, gözəl xanımları var, əziz insanları var, əziz qadınları var. Gedib oturarıq vəzifələrdə öz millətinə xidmət eləyər, öz millətinin evlatlarına xidmət eləyər. Olmaz axı belə. Bunlar gəlib bizi işğal eləyir. Bunlar düşməndirlər, qardaş. Bunlar xaindirlər. Bunun başqa adı yoxdur. Neyniyyət dostlar, sağollaşaq mı? Mən gedim yeməkdə yiyeyim. Azmışam. Bu günlər bugün orta yediyimin üstündəyəm. Allah oruç tutanların da orucunu qəbul eləsin. Allah köməyiniz olsun. Bütün əziz qardaşlara, bacılara, əziz insanların evlərinə Allahdan bərəkət diləyirəm. Allah hamımıza kömək olsun. İnşallah dostlar, bilirsiniz, mübariz olmaq lazımdır. O bir misal var, deyir, qarışqa bir gün ağzında su aparır, meşə yanır, su aparır. Buna bir fil deyir ki, fil. Deyir, ay qarışqa, bu ağzındakı suyu hara aparsan, deyir, meşəni söndürməyə. Deyir, sənin ağzındakı su nədir? Bir damcının 3də biridir. Deyir, nə olsun ki, mənim mövqeyim bəllidir. Kişinin mövqeyi olar. Ləyaqətli insanın, özünə hörmət edən insanın, düzgün, dürüst insanın, qətiyyətli insanın, şərəfli insanın mövqeyi olar. Mövqeyi olmayan insanın ləyaqəti ola bilməz. Mövqeyi olmayan insanın şərəfi ola bilməz. Mən dəfələrlə demişəm. Bizi Allah yaradıb. Bax, bu dünyanı yaradıb, bizi də yaradıb. Bizim mübarizə məsələsində bu dünya haqq və batil dünyasıdır, qardaşlar, dostlar, əziz insanlar. Haqq və batil dünyasıdır. Biz burada seçim eləməliyik. Ya haqqın yanında duracaq, ya batilin. Burada neytral qalmışam, siyasətə qarışmıram, mənlikdə ölüb belə bir şey yoxdur. İki yolum var. Ya sən batili qucaqlayasın, ya haqqı. Qutardı, getdi. Batili qucaqlayassansa, səndən şərəfsiz alçaq adam yoxdur. Haqqı qucaqlayassansa, səndən şərəfli adam olmayacaq. Səndən ləyaqətli adam olmayacaq. Başucu olasın, diri olasın, kişi adam olasın. Vicdanının qarşısında da başucu olasın. Allahın qarşısında da, insanların qarşısında da. Ailənin, uşağının hamısının. Məsələ budur. Seçimi eləmək lazımdır, mövqeyi qoymaq lazımdır ortaya.
Yox, mən neytral qalmışam. Yox, mən siyasətə qarışmıram. Yox, nə bilim, heç kəsə inanmıram. Qardaş, mən bax, yolu gedirəm, görürsünüz. Gör, mən deyə bilmərəm, dostlar. Sağ olun, dostlar, hədiyələrə görə. Mən güya burada deyə bilmərəm, mən heç kəsə inanmıram. Amma mənim özümün inancım var, axı Allah mənə inanc hissi verir. Mən necə inanc hissimə qarşı çıxa bilərəm? Yəni, inanc hissimə qarşı müxalif ola bilərəm. Necə ola bilər ki bu? Nətər ola bilər? Hə? Allah mənə bir inanc hissi verir. İnanc hissi. Mən o inanc hissinə qarşı necə çıxa bilərəm? Necə müxalif ola bilərəm ki? Yox, mən inanmıram. Qardaş, inanıram axı. Necə gizlədim mən inancımı? Nətər mən tüpürüm öz inancımı? Allah mənə o inanc hissini veribdir. Mən inanıram, qardaş. İnanıram, inancım var. Hədəfim var, məqsədim var. Gedirəm, gedəcəm də. Sizlər də əlinizdən gələni eləyin. Dəstək verin, qardaş. Gəlin birlikdə, indi inşallah bu yaxınlarda dostlarla, qardaşlarla danışacağıq. İndi bu həqiqi vəhdət təşkilatımızla bağlı, bu hərəkətimizlə bağlı indi proqramımızı hamısını hazırlayacağıq Allahın izni ilə. Yəni yol proqramımızı. Yaxşı olacaq inşallah dostlar. Yaxşı olacaq Allahın izni ilə. Gəlin birlikdə iş aparaq. Maliyyədi özümüz eləyəcəyik. Özümüz. Bizə kimisə maliyyəsi lazım deyil. Sorosun, morosun, torosun. Yox. Özümüz. Özümüz. Əziyyət çəkəcəyik. Fondumuza pul qoyacağıq. Pulumuz olsun, paramız olsun. Sabahlarım İlham Əliyev gəlir məsəl üçün Münxenə. Emin Hüseynov orada tək qalmasın. Gedirik onun yanında dirəniş göstərək. Emin Hüseynovun yanında adam olsa, çoxluq olsa, o əqidə yoldaşlarını görsə, o bizə inansa, görsə, güvənsə, yanımızda dursa, o Mehriban Əliyevə də başqa söz deyərdi. Deməzdi ki, sağ ol, çox sağ olun. O başqa söz deyərdi. Başa düşdünüzmü? O dedi, sən səfirliyə arvad paltarında giyinmişdin, girmişdin. O başqa söz də deyə bilərdi. Yanında bizi görsə, güc görsəydi. Məsələ budur. O güc görmür deyə məcbur ora qədər gedə bilir. Çox dərin gedə bilmir. Məsələ budur. Amma bizi güc görsə dərin gedəcəkdir. İlham Əliyevin bu arvadı, əxlaqsız bu fahişəni bütün dünyada daha da betər rüsvay eləyərdi. Daha da betər rəzil günə qoyardı. Böyük bir rezonans doğardı. And olsun Allaha. Niyə o güc görmədi bizdə? O gücü görsəydi, yanında dursaydıq, maliyyəmiz olsun, ətrafımız olsun, gedib durardıq yanında, o bizə dəstək görsün, bizi güc görsün özünə. Ona kimsə nəsə eləyəndə sırazı, hücum versə sözümü deyirsən. Yox, İlham Əliyev bizə hücum eləyəcək. Amerikada, orada, burada biz eləyə bilmərik. Eləyərik, o tərəfə də keçərik. Niyə eləməməliyik? Biz gəlirik, qanunun sözümüzü deyirik, sual veririk. Sualımıza cavab istəyirik, qutardı getdi. Sən hücum eləyəsən biz eləyərik. Qutardı getdi, biz belə davranmalıyıq. Başa düşdünüz? Trump da dedi, Avropada deyir, hamısı deyir, güc. Güclü olassan, bitdi. Güclü və ağlı olassan, ağıllı və güclü, bitdi. Yo, mən gələcəm, sana sual verəcəm. Sən mənə güc göstərəsən, mən sana işlət eləməyəcəm. Qətiyyən belə deyil, qətiyyən. Dirəniş göstərəsən, gücə çevrilməliyik. Güclü olmalıyıq. Bax, Amerikada 4 nəfər orada dostlar, qardaşlar çıxdı. Niyə 4-5 nəfər olmalıdır ki? Niyə olmasın ki orada 100 nəfər? Orada niyə olmasın 500 nəfər axı? Niyə axı? Niyə? Niyə onları tək qoymalıq düşmənlərin, xainlərin qarşısında? Onların yanında 4 nəfər, 5 nəfər yox, 500 nəfər olsa nə eləyə bilərdi o axıranlar? Başını bədəndən ayırardılar. İt leşinə qoyardılar, pis günə qoyardılar bizimkilər onları. Amma təkilədilər, azdılar. Azdılar. Niyə? Çünki mübarizədə yoxsunuz. Qoşulmursunuz, gücə çevirmək istəmirsiniz. Güc sahibi olmaq istəmirsiniz, söz sahibi olmaq istəmirsiniz. Deyəndə də adını qoysun siyasətdir, qarışmıram, mənlik deyil, sənlik deyil. Kimlik də, qardaş? Bu vətən sənin, mənim deyilmi? Məndən artıq oğlan zad deyilsən ki, məndən artıq adam deyilsən ki, qardaş. Sənin də bir məsuliyyət borcun var da bu vətənlə bağlı. Qoy ortaya da, qardaş. Nə var ki sənin kimi yaşamaq? O sus zülüm qarşısında sus, sakit qal. 4 nəfər orada döysünlər, 1 nəfər burada döysünlər, o birisini orada bıçaqlasınlar, bu birisini orada öldürsünlər. Nə var hepin o yol açmağa? Bunun qarşısında durmaq lazımdır, dirəniş göstərmək lazımdır, əziz qardaşlar, əziz bacılar. Məsələ budur, gözəl insanlar. Güc varsa qələbə olacaq. Bəli, o gücə də ağıl lazımdır. Məntiqlə, şuurla, əqidə ilə bir-birimizə dəstək verib, güvəni, inancı qazanıb, qardaşlar, bunu bərpa eləməliyik. Bu saxta müxalifət, bu girdirmə blogerlər güvəni, inancı darmadağın elədilər.
Oturdular evdən, dedilər gəlirik, inqilab eləyəcəyik. Hardan eləsən bədbax oğlu bədbax. Evindən çölə çıxmağı qorxursan. Çölə çıxanda parik taxırsan, bığ saqqal taxırsan. Hardan eləyəsən inqilabı, hardan? Bu məsələ budur dostlar. Belə paposlu boş-boş danışmaqla bu millətin inamını, güvənini darmadağın elədilər. Bunu bərpa eləmək lazım. Mən bilirəm ki, dəqiq bu millətin içərisində, mənim əziz millətimin içərisində ləyaqətli qardaşlar, bacılar, prinsipial, düzgün, dürüst, qətiyyətli qardaş və bacılar var. Mən buna dəqiq əminəm var. Və onlarla da mütləq biz qalibiyyət qazanacağıq. Mütləq biz qələbə qazanacağıq. Bunun başqa yolu yoxdur. Geriyə də yolu yoxdur. Ya o yanlıq, ya bu yanlıq. Bitti, bunun başqa adı yoxdur. Vətənini sevən vətənindəki zülmün qarşısında susmamalıdır. Susursa zülmə yol açır. Susursa bu gəminin batmasına yol açır. Daha da tez bassın, daha da məhv olsun. Amma biz susmamalıyıq. Yol açmamalıyıq. Susqunluq razılıq əlamətidir. Yəni batillə, düşmənlə, xainlə razısan sən. Susqunluq razılıq əlamətidir. Olmamalıdır belə. Şərəfli insan belə olmamalıdır. Məsələ bu qədər bəsitdir. Nəysə dostlar. 2 ay qalıb, 3 ay qalıb deyə illəri başa vurdular. Və məsələ budur da. Biz ortada güc deyilik. Durun mən burada mən açıq deyirəm. Böyük bir ətraf yox, bir güc yox, maliyyə yox, maddiyyət yox, bir şey yox. Mən buradan durun deyim 3 aydan bir gedir, sentyabrda gedir, oktyabrda gedir, nə bilim fevralda gedir. Nə gedir ay qardaş? Onu mən göndərəcəm, sən göndərəsən. Hardan bilirsən sən fevralda biz ayağa qalxacağıq? Onu mən bilirəm, sən bilirsən. Təşkilatlanacaq, qərarı özümüz quraq verəcəyik. Düşmənə qarşı oyunu özümüz quracaq, qərarı özümüz verəcək, çıxacaq meydana devirəcək, qutardı getdi, onu da heç kəs bilə bilməz. Nə bilim fevralda çıxasın, yanvarda çıxasın. Bunlar hamısı oyundur, boş-boş şeylərdir. Bax, budur məsələ. Bu yalanlarla bu cəmaatın başını qatdılar, ələ saldılar. Neçə illərdir bu millətin heysiyyəti ilə oynayırlar. Bu millətin qüruru ilə oynayırlar. Bu millətin inancı ilə, güvənci ilə oynayırlar. Ələ salırlar bu milləti. Buna yol açmamalıyıq. Buna yol açmamalıyıq, yol verməməliyik buna. Dostlar, qardaşlar, biz aldanası adamlar deyilik. Biz axmaq deyilik. Biz ələ salınası adamlar deyilik. Bizim buna ehtiyacımız yoxdur. Bizi aldadanlara, bizi ələ salanlara ehtiyacımız yoxdur. Qutardı getdi, bizi belə davranmalıyıq. Bizi aldatmayasan. Bitti. Mənim adımdan danışsan, bizi aldatmayasan. Məsələ bu qədər bəsitdir. Bura kiminsə atasının şəxsi meydanı deyil. İstədiyi kimi oyun oynasın, fırıldaq eləsin. Qətiyyən buna yol açmamalıyıq. Qətiyyən. Çünki bu yolda bunlar oyun oynayırlar. Sənin üzərindən. Sən aldanırsan, sən ələ salınırsan, sən eyvan yerinə qoyulursan. Sənin inancınla oynayırlar, sənin qürurundan oynayırlar. Sənin adından istifadə edib, səni istismar edirlər. İmkan yaratmamalıyıq buna. O məsələ budur, əziz qardaşlar, əziz dostlar. Dostlar, məndən bu qədər. Allah amanda qalın. Mən artıq sağollaşıram. İnşallah növbəti canlı yayımlarda görüşənədək. Ümid edirəm ki, bu canlı yayımda gözəl oldu. Sizləri kifayət qədər az da olsa, yəni öz biliyimi, öz bildiyimi, düşüncəmi ortaya qoydum, sizə çatdırdım. Yəni düşünürəm ki, siz də başa düşərsiniz. Mən yenə də deyirəm, mənim üçün fərq eləmir. Ha, nə bilim, bu təşkilatdır, bu hərəkətdir, ha, o birisi fərq eləmir. Yetər ki, orada düzgünlük olsun, dürüstlük olsun. O yerdə dürüstlük varsa, mən mütləq orada olacağım. Hara olur olsun, digər təşkilatlar var, ha. Harada dürüstlük varsa, mən orada görəsiniz. Çünki mən elə bir adamım ki, dostlar, yadınıza saxlayın. Dürüst adamı, qıraqdan görülən iş, onu çəkir özünə. Mən görsəm ki, orada iş gedir, çəkəcəm mən özünə. Mən məcbur ki, buna dəstək verəcəyəm. Çünki millət naminədir, vətən naminədir bu. Bu məcburam mən. Başa düşdünüzmü? Yəni, hal-hazırda mən görmürəm ortalıqda elə bir hərəkat, elə bir təşkilat. Açıq deyirəm yəni. Olarsa dəstək verəcəyik. İndi mən də çıxmışam, qardaş, həqiqi vəhdət hərəkatımıza çağırıram. Gəlin birlikdə iş görək. Proqramımız yazılacaq, yol xəritəmiz yazılacaq. Necə eləmək lazımdır, nə tər eləmək lazımdır? Siz bu işin harasındasınız? Siz bu həqiqi vəhdət hərəkatın harasındasan? Nə eləyə bilərsən? Nə köməkli eləyə bilərsən? Nə bilim, mediada mı, maddiyyətdə mi, bilmirəm, nə də olur olsun. Hər kəs əlindən gələni eləsin. Qutardı getdi, bu tam müstəqil bir təşkilatdır. Amma oyun oynayan, fitnə törədən, yalan danışan, onsuz da mən bu sınaqlardan keçmiş adamam, bilirsiniz. Mən neçə illərdir, 10 illərdir bu sınaqlardan keçmiş adamam. Bizə kimsə gəlib, aramıza girib, söz oyun oynamaq, fırıldaq eləmək, ikiyüzlülük eləmək, nə bilim, bölücülük eləmək, o keçməz bizə. O şəxsən mənə keçməz o, işləmir mənə. Mən görsəm ki, fitnə var, yalan var, fəsad var, tap vuracam ağzına. Kim olur olsun ha?
9 ay məni qarnımda gəzdirən anam belə olsa, vuracam ağzına dedim sakit qalacaq. Məni Allahdan mərsən, sən məni ələ sala bilmərsən. Məni sən heyvan yerinə qoya bilmərsən sən. Buranın adı haqq meydanıdır. Buranın adı ədalət meydanıdır. Buranın adı mübarizə meydanıdır. Bitdi. Bura çayxana zad deyil. Bura küçənin başında oturmamışıq biz. Məsələ budur əzizim. Qətiyyətli olmaq lazımdır. Dürüst. Sən onda gedib hər ədəbə çata bilərsən. Məsələ budur. Məndən bu qədər dostlar. Allahın amanda qalın. Allah sizləri qorusun. Allah sizləri bərəkətləndirsin. Bir daha deyirəm, oruç tutan qardaşlar, bacılar, müsəlman qardaşlarımız, bacılarımız, Allah orucunuzu qəbul eləsin. Allah evinizə bərəkət yetirsin. Sağ olun dostlar. Allah amanda qalın.